7'sində mən ilmə salmışam. Axilədə 16 il. 3 ana Saqibə karım vardı. Ayda da 7 milyon yarım mənə dövlət pul verir. Bu 7 milyon yarımla bax bir 3 dənə qızım vardı. Əlbəttə uşaqlar da dərsini kullən qutayıblar. 4 dənə nəvə vardı, 3 dənə tüyəçən vardı. Bunlar gələndə mənim zindanqanlığıma özüm yəni utanıyam. Vaqiyyəti o zindanqanlıq deyil, mən zindanqanlıq eləyim adamların içində. Dəramədimiz çöndəmli olmayıbdı. Əgər bu fəşdə bir də məsələn mənə çöndəmli dəraməd olsaydı, mən də xalqlar kimi mühüm bir tazi olaydım. Bazayda tükanım olaydı, Behtərin yerdə damım olaydı. Bunun çöndəmli sadiri oluna. Dəraməti xoş ola, heç kim bu şoğludan qaçmaz. Yoxsa hünərimdir, biləxə mən bunu uşaqlıqdan öyrəşmişəm. Heç narazılıq da eləməyəm. Onun tası çünki dəramədim azdır, narazılıq eləyəm. İndi elə hər kimdə bax, veysə mən hazıyam gənə də fəş toxuyam. Vıya bilməyik, özümüzə çəçət toxuyaq. Özgə də işləyəndə mühtəsini işləyik da vaqiyyəti. İndi yəni mən buyda səhərdən axşama ilmə salıyam. 450 tüməndə buydan mən pul alayam. Dərvaqə bir dənə hüququ olmuyor və kullu halətdə mənim ki bir dənə hüquq olmuyor. İndi şəhərdəki xaricəylər gün neçə hüquqla bazını şəst olublar, 30 tümən ayda pul alırlar. Heç bizim yəni kullu ayımıza 15 milyon düşmüyor bu da. Yəni 15 tümən düşsə gənə də yaxşıdır, o hüquqla keçinəyəm. Bir də bu olay ondan dəramədimi qabağa salayam mən. İndi dəraməd əslən yoxdur fəşdə. Nə minə də işləyik, bir də məsələn mühüm bir taciylə əlimizdən alırlar, yaparlar. O yanda, bu yanda dəramətdə özlərinə seçirlər, bizəcə bir şey olmuydu. Yoxsa bu şoğruda çoxlu zəhmət çəkmişəm, gözlərimi əllə qoymuşam. Biləxəyə zindaqanlığım indi çox belə zəifdir mənim. Nə qədər deyəsən zəifdir zindaqanlıq. Heç razı da deyiləm. Səhərdən axşama da buyda belayəsi çəkiyəm, vəssalam şüddəmə. O qədəmə açılıyam, bükülüyəm, özüm məsələn xicalətli çəkiyəm. Da yoğulmuşam, sindim gedib əllərim əsik. Da sit yuxalayıbdır da. Gənə də hər kimin də fərşi, sifarişi fərşi vardı. Veysə mən hazıyam toxuyam. Hər kim izafə bəysazıman pul verir, mən hazıyam ona gedəm ilmə salam. Gənə fərş toxuyam. Yəni 7'sindimdən bu fərş mənim şoğlumdur. Heç çox da çətinlik çəkmişik, biləxəyə zəhmətli işdir. Gözlərimizi əldən vermişik. Nə qədər deyəndən onun tası mütəfsiranə poşlibanımız yoxdur dalımızda bax. O zaman toxuyuq, Behtərin fərşi çıxaydıq. Mühtəm müsəlləd əlimizdən alınır, gediliyim. Gənə də hər kim hazırdır, köndəmli pul veyə biləmə. Do bərabər, bu da gündə səhərdən axşama 450 tümən mən pul alayam. 1 milyon versin, milyon yağın versin, mən də Behtərin fərşi toxuyum, deyim bilələyənə də. Bu da fərşi çıxadaydım, apayaydım o ya. Oyda şurayı muzdu vardı. Nə məni qoyardılar içəyə, nə ərbabı qoyardılar içəyə. Oyda fərşi ölçəydilər, biçəydilər, muzlu vuyaydılar. Bir dənə dosyenin birlə məsələmin 30 milyon dəsmuz vuyaydılar. 30 milyon da birdən məsələn sən hesablarsan 24 ayda çəkiydi, gəliydi o pul bizim əlimizə çıxıydı da. Bir gündə gəlib çıxmıydı, bir ayda gəlib çıxmıydı. Sən 30 tüməni təqsim bəy eləcinəncə bizim ağımıza neçə pul düşürdü. Özüm də böyük fərsə toxumuşam, Sevoçahay toxumuşam, Qalicə toxumuşam, Zəykərək toxumuşam, Zəynim toxumuşam, Dosya toxumuşam, İçiyam toxumuşam. Kullu fəşlərin hamısında da toxumuşam. Təcrübəm də vardı. Neçə ildə zəhmətimi buyda cübran eləyəm da budur görsən. Darımızda duyanımız yoxdur. Özümüzün ançinanı sərmayamız yoxdur. Qoyaq qabağa deyək toxuyacağıq özümüzə. Gənə də toxuyandan sonra gənə də çıxaydıb fərşi satanda əlimizdə mühtəm müsəlləsini alıb apayacaqlar. Toxunması ki eyb eləmə rahatdır. Yəni satılması bunun həynəminədən çətindir. Bizim əlimizdə çətindir da. Bafəndənin əlindən dərəcə vuyarlar çıxaydarlar. Heç qunu sərmayadaydı. O sərmayasını gətirib mənim əlimə ixtiyarımı qoya bilməz. Yəni imkanı yoxdur qoya. Yəni deyəmən bu 2 milyardı verəyəm sənə 5 ildən sonra gəlib səndən 5 milyard alacağım. Onda o məndən çox tər qazanay. Dövlət də o vamı verir. Biz o aydan aya o vamın qıstın, yəni imkanı yoxdur veyə bilək. Hər 2 il yarımda, 2 ildə bir dənə doğrusu vaxt apayı çıxıyor, yaxşı. Bu iki, mən aydan aya bunun qıstın haydi nə modelle verəcəm bu da bu az dəramədinə.
Nəsə qəşəng naxşadır, kəsimli naxşadır. Allah bazarını versin. Bizə də bundan dəraməd olsun da. Yəni bazı nişəstə ki, bir adam ki, bazı nişəstə oldu, da gəl çəkilər həşdən çanıya, otuya ağı yaxini ilə yeyə, zindəqanlığına yetişə, bir meşədə gedə, o yana gedə, bu yana gedə, bir dolanmağa gedə. Yəni məranın özündən sonra bir ayıya çıxmamışıq ki biz. Ha, dəraməd yoxdur çıxaq. Elə bu az dərəmədin elə bu da keçinmişik da. Yardım bir dənə vərşimiz çıxanda dam alıyorduk. İndi bir 10 dənə çıxsa bir dam Əslən imkanı yoxdur. Bax bu dərəmədlə işlədən indi binaba duyub gedə bilməz bax. Gedəsən binabda bir dənə ya bir binab şəbabı yeyəsən gedəsən gələsən. Əslən yəni imkanı yoxdur bizdə ya. İndi o adamın ki vardı, səsini çıxartmır, səssiz yeyir, içir, dolanır. Bir də məsələn vicdanı çox zərcə çəkiyik. Məradan sonrası indiyəcən mən heç yana çıxa bilməmişik. Elə daimən o qədər kəsdik bu məranı. Səhər işlədik, gecə yatdıq, sübh təzədən duruq sənə. Günlərimiz yəni bizim ticarətidir bax. Bundan gəldim mədrəsə bağlı olanda kullu halətdə dəzzahların üstü mədrəsə şahid olaydılar. Çünki onda dəramədi vardı. İndi kullu halətdə dəraməd yoxdur. Xodu mən özüm indi ələm bu idi işləyəm, elə bir səhibə izavə xidmət çəkib ha. Yəni eyb eləmə acığım gəlir də bu hünərimdən. O qaricə ki, Səxtumanında işləyir, onun hünəri bizdən indi yaxşıdır. O işləyir gündə bir dənə sifri qaricə, gündə 1 milyon pula payı. İndi 50 ildir sahibə karım var, bunda mənim günümə bu da 1 milyon düşmüyor. Mən narazılıq eləyəm, biraz o yana gedərəm. Budur bax. Əvvəldə bu atdaşıl mənə götürüyük. Bunu salıyıq buya, bunu həlqəçimin eləyik. Təzədən onun bəğəldəsini belə götürüyük. Apaq göydə buyuşduyuq. Salıyıq, oluyor fəş. Cəbədə ağımız işinə bax. Aram salıyam ki, o bizlər də baxırlar, öyrəşərlər. İnşallah görsələr, ayaqlara düşər, bizim də günümüz xoş olar. Hə, rizayətim var, video müntəşir olsun.